Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Bu gündən etibarən Gənclər Hara Baxır podkastı ilə yanaşı tanınmış şəxslərlə birlikdə rubrikasına start verdik. İlk qonağımız isə millət vəkili Ceyhun Məmmədovdur. Salam Ceyhun müəllim. Salam, xoş gördük, xoş gördük. Necəsiz? Şükür, yaxşıyam. Siz necəsiz? Çox sağ olun, təşəkkür edirəm. Erkəndən durmaq çətindir. Açığı biraz çətin oldu. Mən bunu artıq vərdiş halına çevirmişəm. Hər gün saat 5, 6 təxminən buralarda dururam. İşdən asılı olaraq 1 saat yarım, bəzən 2 saat bu parkda daha çox. Təbii ki, Bakıda olduğum vaxtda burada gəzirəm. Bu ərazidə bir gəzdikdən sonra birazdan gedəcəyik. Orada bir idman yeri var. Orada artıq bu bir həyat tərzinə çevrilib. Bunu etmədiyim təqdirdə mən özümü artıq biraz narahat hiss etməyə başlayıram. O həm günə enerjili başlamağa kömək eləyir, həm əhval-ruhiyyəyə kömək edir, həm də təbii ki, insan orqanizminin normalda olmasına da öz töhfəsini verir. Bəli, hal-hazırda nəzərinizə çatdırım ki, əziz izləyicilər, saat 06:00-dur. Bizim ən böyük problemimiz vaxt problemidir. Yəni işin çoxluğu ilə bağlı, məsələn bu gün ayın 15-idir. Həm də ölkəmizdə Ulu Öndərlə bağlı Qurtuluş gününü biz qeyd edirik. Həm də Şuşa bəyannaməsinin imzalandığı bir gündür. Bu gün demək olar ki, mən səhər açılandan gün sonuna kimi efirlərdə tədbirlər də olmalıyam. Amma nə qədər çətin olsa da, çünki bizim iş biraz gərginlikdir. Bu idmana vaxt ayırmayanda, idman etməyəndə, gəzməyəndə insan özünü biraz da yorğun hiss edir. Bu idman biraz enerjinin artmasına, əhval-ruhiyyənin yaxşılaşmasına öz təsirini göstərir. Amma vaxt baxımından bəli, müəyyən çətinliklər yaradır. Çünki sən gününün 1 saatını, 1 saat yarımını, 2 saatını idmana sərf edirsən və başqa işlər də var. Gün ərzində bütün günü təzyiq altındasan ki, bu işi bitirim, o işi bitirim, onu edim, bunu edim. Və səhər yürüyüşündən başqa hansı hobbiləriniz, məşğuliyyətləriniz var? Emil, burada biraz vaxt məhdudiyyəti məsələsi var. Vaxta görə bəzən çatdırmaq olmur bəzi işlərə, amma mən vaxt olduqca velosiped sürürəm. Son vaxtlar biraz vaxt yoxdur deyin, ona çox vaxt ayıra bilmirəm. Velosipedləri bu il biraz sərgiyə salmışam ki, görün vaxt olsa yayda biraz sürüm. Əvvəl biraz şəhərdə sürdüm, gördüm avtomobillərlə biraz çətindir. İndi son vaxtlar artıq çəkilib, o bizə biraz imkan verir ki, sürək. İndi yenidən onu bir də təcrübədən keçmək istəyirəm, yenidən yoxlamaq istəyirəm. Mən hətta sizin stol üstü tenis oynayarkən də bir videonuzu görmüşəm. Mən stol üstü tenisi sevirəm, o biri tenisi də sevirəm. Vaxtı ilə onu çox oynayırdıq. Amma son vaxtlar biraz vaxtla bağlı elə çox olmur. Bir də bizim bir kiçik bağımız var. Ora mənim ən çox vaxtım olanda, təbii ki, onda da vaxt olmur. Sığındığım yerlərdən biridir. Xoşlayıram bağda ağaclara qulluq eləməyə, əkməyə, suvarmağa, təmizlik işləri aparmağa. Siz əslən Cəbrayılın hansı kəndindənsiniz? Mən Şükürvəli kəndindənəm. Yəqin ki, torpağa bağlılığınız da bundan gəlir. Mənim babam bizim rayonun, kəndin tanınmış aqronomlarından biri olubdu. Onu bizim rayon, kənd cəmaatı yaxşı tanıyır. O, uzun müddət aqronom kimi həm rayonda, həm kənddə fəaliyyət göstərib. Eyni zamanda o biri babam da o vaxt kolxoz deyirdilər. Kolxozda mühasib işləyirdi. Elə o vaxtdan onlarla ünsiyyət,
onlarla işə getmək, o mənim də formalaşmağıma öz təsirini O dövrdən göstərdi. O demək vaxt ümumiyyətlə maraqlı dövr idi. Ümumiyyətlə kolxozda mühasib işləmək o Bəli. dövrdə yaxşı bir vəzifə hesab olunurdu. Ancaq mən həmişə bu barədə düşünürdüm ki, babamın kolxozda mühasib işləyirdi. Atam, əmim vəzifədə işləsə də biz evdə həmişə əkinlə, biçinlə məşğul olurduq. Həmişə biz qapıda heyvan saxlayırdıq. Uşaq vaxtından məndə bu heyvandarlıqla məşğul olmaq, əkin, biçin bunlara həmişə maraq olub. Amma indi biraz hərdən beynimdən keçir. Hələ ki işlə bağlı olaraq o işlərə çox vaxt ayıra bilmirik. Amma o təsərrüfatı mən xoşlayıram. Təsərrüfat işlərini xoşlayıram. demək nə zamansa yenidən Cəbrayılda yaşamağı düşünürsünüz. Mütləq. Təbii ki, təbii ki. Yəni, o bir mənalıdır. Ora doğma vətəndir, doğma torpaqdır. Hər yer bizim üçün əzizdir, hər yer bizim üçün doğmadır. Amma ora qayıtmağı da təbii ki, düşünürəm. İnşallah. Allah nəsib eləsin. Amin, amin. Fikir verirsinizsə, gənclər demək olar ki, çox azdır parkda. Əsasən yaşlı insanlardır. Sizə niyə belədir? Əslində, bu həmişə məni düşündürür. Mən indi bu parka bir xeyli vaxt çıxıram. Böyük əksəriyyət yaşlı nəsildir, az sayda gənclər var. Amma bu narahat edicidir. Yəni, Azərbaycanda insanlar daha çox yaşlandıqca, müəyyən bir xəstəlikləri hiss etdikcə başlayırlar idmana gəlməyə, idmana meyl göstərməyə. Təəssüf ki, son vaxtlar bizdə gənclərin idmana meylində biz azalma görürük. Sağlam həyat tərzinə gənclər önəm vermirlər. Son vaxtlar tütün məhsullarından istifadə edən gənclər çox. Demək olar ki, gənclərin mütləq əksəriyyəti siqaret çəkir. Düşünürəm ki, həm məktəblərimizdə, həm televiziyamızda, ümumiyyətlə cəmiyyətimizdə çox geniş bir maarifləndirmə və təbliğat işlərinə ehtiyac var. Bəli. O mənada ki, gənclər həm siqaretdir, bunlardan uzaq olsunlar, həm gənclər idmana vaxt ayırsınlar. Bizim ən böyük problemlərimizdən biri də gənclərin sağlam qidalanmamasıdır. Bu da ciddi bir problemdir. Bunlar bizə gələcəkdə çox ciddi problemlər yaradacaq. Düşünürəm ki, bax, bu istiqamətdə təbliğat işlərinin daha da gücləndirilməsinə ehtiyac var. Sizin gənclərə tövsiyələr kitabınız var ki, halbuki orada gənclərə tövsiyələriniz yer alıb. Bu aralarda demək olar ki, viral olub. Həmin kitab haqqında hər kəs yazır, hər kəs danışır. Orada necə bu haqda bu məsələlərə toxunmusunuz mu? Bəli, mən o kitabda əslində bir çox məsələlərə toxunmuşam. Orada bir neçə sağlamlıqla bağlı da yer var və vaxtla da bağlı yer var ki, orada xüsusilə sağlamlıqla bağlı. Bilirsiniz, o dinimizdə də belə bir məşhur fikir var. Peyğəmbərimizin deyir ki, Allahın insana verdiyi iki nemətdə insanlar çox səhlənkardırlar. Biri sağlamlıq, biri vaxt. Həqiqətən də insanoğlu bu iki nemətə qarşı həmişə görürsən ki, laqeyd biganə olurlar. Yəni, o zaman ki, insan xəstələnir, o başlayır artıq idman haqqında düşünməyə və ya sağlamlığının qeydinə qalmaq. Ona görə o kitabda mən bu məsələlərə çox geniş toxunmuşam və gənclərə mütləq şəkildə tövsiyə etmişəm ki, çalışın, sağlamlığınızı qoruyun. Çünki insan sağlam olmasa, o normal həyatını davam etdirə bilmir. Buranın demək kontingenti eynidir. Eyni insanlardır, eyni kontingentdir. Demək olar ki, hər gün əsasən eyni insanlar bura gəzməyə çıxırlar. Və biz ümumən sanki bir ailəyə çevrilmişik. Salamlaşırıq, görüşürük, söhbət edirik və
bəzən maraqlı odur ki, insanlara qəribə gəlir. Elə insanlar var ki, onlara mənim onlarla gəlib bir yerdə idman eləməyim biraz qəribə gəlir. Bəli. Təzə-təzə bu daha çox hiss olunur. İndi isə artıq bu bir adiləşibdir. Yəni demək olar ki, biz artıq bir-birimizə sinişmişik. Bəzən görürsən biri yaxınlaşır, deyir siz filan kəssiniz. Bəli. Biri inanır, biri fərqli suallar olur. Təbii ki, bəzən görürsən məsləhətə də gələn olur. Kimsə nəyisə də xahiş edir. İndi onları diqqətlə dinləyirəm, bəzən istiqamət verirəm, bəzən yön verirəm. Olur, belə hallar bəzən baş verir və bu da normaldır. Amma bu yaxınlarda bir nəfərlə görüşəndə dedi ki, sizin ora gəlməyiniz bizə də stimul verir. Biraz elə bil ki, insanlar bir tanınmış adamı ya bir millət vəkilini və ya tanınmış ictimai xadimi onlarla bir yerdə idmanda görəndə onları da sanki bir əlavə bir stimul da yaradır. Onlarda özləri üçün deyirlər ki, filan kəs gəlir, biz də gələk idman edək. Belə bir və baxırsan ki, yanaşmalar da bəzən insanlar tərəfindən müşahidə olunur. Bəs ən çox sizə yaxınlaşıb nə kimi xahiş edirlər? İşlə bağlımı, yoxsa fərqli bir situasiyalar olur? Yox, yəni elə deyim ki, çoxlu xahişlər var, yox. Yəni o düzgün olmazdı ki, hamı gəlir nəyisə xahiş edir. Əsasən yaxınlaşanlar çox vaxt müsahibələrdən danışırlar. Dünən biz sizi televiziyada gördük, siz filan məsələyə münasibət bildirdiniz, yaxşı çıxış elədiniz və ya bunu qeyd etdiniz və ya bunu gələn dəfə qeyd edin. Bu tip məsələlər olur. İndi bəzən də görürsən ki, işlə bağlı hansısa çətinlik olanda, ya karyera ilə bağlı kiməsə hansısa məsləhət lazım olanda elə olur. Amma deyim ki, hamı gəlir, nəsə xahiş edir, yox, elə bir vəziyyət yoxdur. Əksinə, yəni insanlar tərəfindən bir xoş münasibət, xoş qarşılanma olur. Mən istəyərdim ki, başınıza gələn maraqlı bir əhvalatı bizimlə bölüşəsiz. Əhvalatlar çoxdur. Bayaq mən dedim, misal üçün bu parkla bağlı. Birdən görürsən ki, kimsə burada səni görür, inanmır. Bu yaxınlarda belə bir plan oldu. Bir nəfər sosial mediada yazdı. Mən sizi görürüm, bir nəfəri görürəm parkda, bəs o sizsiniz, gəzirsiniz parkda. Özün siz kimi təqdim edir bir şəxs var, yox, yəni məni görübdü. Amma dəqiqləşdirə bilmir. Dəqiqləşdirə bilməyib. Sonra deyir ki, bəs mən orada bir nəfəri gördüm, sizə çox oxşuyurdu. Sizsiniz, o yoxsa başqasıdır deyirəm. Mən də yazdım ki, yox. Mənəm, elə hallar olur. Ya birdən görsən kimsə görür, bir anlıq fikrə gedir ki, bu filan kəsdir. Sonra yaxınlaşıb soruşur ki, bəs bu sizsiniz. Belə maraqlı vəziyyətlər olur, maraqlı situasiyalar olur. Birdən görürsən kimsə gəlir, hansı səni danışır, fikrini bildirir. Belə hallarımız olur. Düşünürdüm ki, ya mən şərqşünas olacağam, ya da tarixçi olacağam. O da görünür maraqlıdır ki, mənim atam tarixçi idi, əmim isə şərqşünas idi. Görünür, oradan məndə belə bir maraq yaranmışdı. Bu sahələr maraq dairəmə düşmüşdü. Proses elə gətirdi ki, daha çox ərəb dili, ərəb ölkələri, ilahiyyat bu sahəyə yönəldim. Çoxları da inanmır ki, siz ilahiyyat sahəsi üzrə təhsil almısınız, eləmi? Olur, bəli. Bəzən insanlara qəribə gəlir, bəzən kimlərsə inanmaya da bilir. Yəni tanımayan insanlar belə bir düşüncə də ola bilir. Amma ümumən
bu sahədə olan insanlar tanıyır, bilirlər və bilirlər ki, mən bu sahədə təhsil almışam. Bəzən insanlar bu məsələləri bir-biri ilə qarşı-qarşıya qoyurlar. Yəni ilahiyyat da bu gün dünyada elmin bir sahəsi kimi qəbul edilir. Yəni ilahiyyat da bir elmdir, ilahiyyat da bir araşdırma sahəsidir. Din də bir araşdırma sahəsidir və Qərbdə bu istiqamətdə çox ciddi araşdırmalar, tədqiqatlar gedir. Bəli. Yəni ilahiyyatçılar da dövlət qurumlarında işləyə bilərlər, ayrı-ayrı sahələrdə işləyə bilərlər. Bizdə biraz məsələn bu məsələlərə biraz bəzən fərqli baxışda ola bilər. Məsələn, Avropada, Almaniyada, ayrı-ayrı ölkələrdə məsələn Xristian Demokratik Partiyası var. Bəli. Normal da bir partiya kimi fəaliyyət göstərir, qəbul edilir. Hamı da bunu bilir. İndi təbii ki, bizdə biraz quruluş fərqlidir, sistem fərqlidir. Amma ümumilikdə isə ilahiyyata, din sahəsinə biraz ucundan baxmaq, onun biraz önəmli sahə olmadığı barədə düşünmək yanlışdır. Nəyə görə? Çünki mən həmişə çıxışlarımda da deyirəm, Bəli. ən həssas, ən çox bizim önəm verməli olduğumuz sahələrdən, xüsusi həssaslıqla, diqqətlə yanaşmalı olduğumuz sahələrdən biri ilahiyyatdır və dindir. Çünki ilahiyyat, din böyük bir gücdür, böyük bir faktordur. Ona görə buna yuxarıdan aşağı baxmaq və ya Həssas sahələrdir. çox. Çünki insan ideologiya məsələsidir, Bəli. həm də ideoloji bir məsələdir. Ona görə buna biraz önəmli olmayan bir sahə kimi baxmaq yanlışdır və baxan dövlətlər də həmişə ciddi problemlərlə üz-üzə qalıblar. Yəni biz bu məsələni mütləq şəkildə həmişə diqqətdə saxlamalıyıq. Ceyhun müəllim, millət vəkili olmağın ən çətin tərəfi nədir? Ümumiyyətlə dövlət məmuru olmaq, millət vəkili olmaq çox çətin bir işdir. Aha. Mürəkkəb bir işdir. Bizim Azərbaycanda belə bir acı reallıq var. Hamı bütün günü millət vəkilləri barədə danışır, tənqid edir. Amma hamının da nəyəsə ehtiyacı olanda ən birinci millət vəkilinə həm dövlət məmuru olmaq, millət vəkili olmaq çox çətindir. O mənada ki, bizdə hamı hər şeyi millət vəkilindən istər, dövlət məmuru. İlham edir bilir. Təbii ki, yəni millət vəkilinin də, dövlət məmurunun da vəzifələri var, onları yerinə yetirməlidir. Yəni onların yanında olmalıdır. Amma bu da bir müəyyən bir çərçivədə. Bəli. Amma burdan bəhs edərkən Azərbaycan cəmiyyətində biz insanların həddindən artıq dövlət məmurlarına, millət vəkillərinə yükləndiyinin də şahidiyik. Yəni bizim cəmiyyətdə çox təəssüf ki, bir hər şeyi ümumiləşdirmə yanaşması var. Bütün sahələrdə öz işini vicdanla görən, bəzən o qədər də öz işinə can yandırmayan insanlar ola bilər. Amma ümumiləşdirmələrin aparılması var, o kökündən yanlışdır. Bizim fəaliyyətə gəldikdə həqiqətən də çətindir. Məsələn, mənim üçün deyilsə ki, yəni millət vəkili nədir? Millət vəkili o deməkdir ki, sən yuxusuz qalırsan, sən normal yemək yeyə bilmirsən, normal istirahət edə bilmirsən, ailənə vaxt ayıra bilmirsən, evdəkilərə vaxt ayıra bilmirsən. Çünki millət vəkilinin fəaliyyəti çox şaxəlidir. Yəni burada parlamentin iclasları var, burada mətbuat var, burada tədbirlərdə iştirak var. Hamı səni yanında görmək istəyir, tədbirlərində
görmək Bəli, istəyir, gənclərlə görüşlər var. O mənada çox ağırdır. Yəni bəzən çox stress olur, bəzən o qədər mesaj, o qədər zənglər olur ki, sən ona çatdıra bilmirsən. İndi mən zaman-zaman müxtəlif vəzifələrdə işləmişəm. Aha. İndi rektorda işləmişəm, dövlət qurumunda şöbə müdiri də işləmişəm, prezident administrasiyasında da işləmişəm. Amma burada işin həzmi tamamilə fərqlidir. Misal üçün, biz indi sizlə görüşdük saat 6-da, saat 5-də mən duranda 4-də artıq mesajlara cavab verirdim. Artıq zənglərə cavab verirdim. Bəzən yəni saat 1-ə zəng, 2-ə zəng, bəzən saat 4-də, 5-də, 6-da insanlar yazır və sən onlara cavab verirsən. Bəzən zənglər olur. Ona görə ağır işdir, amma çox şərəflidir, çox qürurlu bir işdir. Yəni millətin vəkili olmaq, millət vəkili olmaq, deputat olmaq, bunlar həm də bir şərəfli işdir o mənada ki, yəni mən həmişə deyirəm, 80 min, 100 min, biraz aşağı, biraz yuxarı sayda insanı parlamentdə təmsil etmək, bu böyük bir qürur mənbəyidir və böyük bir şərəfdir. Hal-hazırda əziz izləyicilər, parkın idman üçün ayrılmış zonasındayıq və Ceyhun müəllim başlayıb idmana. Demək, günün yəni bir hissəni orada gəzdikdən sonra burada dövlətimiz sağ olsun, gözəl bir park yaradıb cənab prezidentin sərəncamına əsasən. Orada idman elədikdən sonra bura gəlib, burada müxtəlif avadanlıqlar var. Bu avadanlıqlar vasitəsilə biz çalışırıq idmanı davam etdirməyə. Yəni yalnız mən yox, bizim digər demək insanlar da şərəfdən istifadə edib burada idman. Mən görəndə orada yaz səhər idi, xoş nəfəs baharın küləklər idi, açılan ağbada çiçəklər idi. İndi onlardımı solan ayrılıq, 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 aman ayrılıq, mənə zülm elədi yaman ayrılıq.